Hər kəsə salam əziz şagirdlər. Gəlin bugünkü sınavımızın cavablarına baxaq. Birinci sual. Choose the correct answer. Düzgün cavabı seçin. Baxırıq ki, qaydamız to be qaydasıdır. To be nə idi bir yadımıza salaq? Am, is, are. Bəs hansı nə zaman işlənir? Birinci şəxsin təkində. I-da olacaq am. I am. You are. He, she, it, is. We are. You are. They are. Bizdən nə tələb olunur sualda? My name. Mənim adım. Ad sözü cansızdır və təkdədir. Deməli, nə olacaq? Is. My name is Ali. Tərcümə etsək, mənim adım Alidir. İkinci sualda. Baxırıq ki, yenə də to be qaydasıdır. Birinci şəxsin təkini verib, I. Nə demək idi? Mən. Birinci şəxsin təkində olacaq, I am. I am a student. Tərcümə etsək, mən şagirdəm. Üçüncü sualımız. Qaydaya baxırıq ki, have-has qaydasıdır. Amma gəlin görək, have nə zaman istifadə olunur, has nə zaman istifadə olunur. Şəxslərdən he, she, it olduqda istifadə edəcəyik has. Qalan digər şəxslərdə isə have. Şəxsimizə baxırıq she. Qadın deməkdir, qadın cinsini bildirir və təkdədir. Demək, she has a cat. Gəlin tərcümə edək. Onun pişiyi var. Okay. Dördüncü sual. Baxırıq ki, there is, zera qaydasıdır. Ümumiyyətlə, bizə am lazım deyil, çünki am to be-də istifadə edilir. There is nə zaman istifadə olunur uşaqlar? Zera nə zaman? Əgər isim cəmdə olarsa zera, əgər təkdə olarsa bu zaman there is. İsimimizə baxaq. Books. 3 books. 3 kitab. 3 kitab tək deyil də cəm olduğuna görə asanlıqla biz zeranı seçə bilərik. Gəlin tərcümə edək. There are 3 books on the table. Stolun üstündə 3 kitab var. Biz artıq keçirik 5-ci suala. Article qaydasıdır. Deməli, nə zaman E-dən, nə zaman N-dən, nə zaman Z-dən istifadə edirik. Əgər isim, məsələn, bizdə verilib apple. Əgər isim samit səslə başlayarsa, bu zaman biz E artiklından istifadə edəcəyik. Əgər söz sait səslə başlayarsa, bax, diqqətli olun, hərflə deyil, səslə başlayarsa, bu zaman N-dən istifadə edirik. Z isə bizə əvvəlcədən məlum olan isimlər üçün istifadə olunur. Baxın, this is, article qoymamışıq, apple. Bu almadır. Bizə bu cümlədən əvvəl heç bir cümlə verilmədiyinə görə Z-ni ümumiyyətlə biz seçməyəcəyik. Qalır bizdə iki variant. E və N variantları. Apple sözünə baxırıq ki, ə səsi ilə başlayır və ə saitdir. Deməli, sait olduğuna görə biz N variantını seçəcəyik. Bu da asan bir qayda idi. Gəlin keçək 6-cı sualımıza. Deməli, preposition sualıdır. Gəlin tərcümə edək. I go to school nöqtələr Monday. Monday həftənin bir günüdür. Bazar ertəsi deməkdir və həftənin günlərində biz adətən on prepositionunu istifadə edirik. 7-ci sualımız. What color is banana? Gəlin tərcümə edək. Banan nə rəngdədir? Variantlara baxaq. Blue, mavi, yellow, sarı, green, yaşıl. Əlbəttə bilirik ki, banan sarı rəngdə olacaq. 8-ci sual. Which one is fruit? Tərcümə edək. Hansı meyvədir? Sualımız belədir. Gəlin variantlara baxaq. A carrot,
kök, potato deməli kartof, strawberry isə bu çiyələk deməkdir. Bu üçündən meyvə olsa əlbəttə ki, çiyələk, yəni strawberry. 9-cu sualımız. A cat has 4. Pişiyin 4 ədəd nəyi ola bilər? Legs, arms, hands. Baxırıq ki, hands nə deməkdir uşaqlar? Əllər. Pişiyin əli varmı? Xeyr. Arms nə deməkdir? Qollar. Pişiyin bəs qolu varmı? Xeyr, əlbəttə. Legs, ayaqlar. Əlbəttə ki, pişiyin 4 ayağı var. Sonuncu sual. What is the opposite of big? Uşaqlar, big nə deməkdir? Böyük. Opposite isə əks mənası deməkdir. Sualda bizdən soruşur. Bigin əks mənası nədir? Əlbəttə balaca. Gəlin indi variantlarda balaca sözünü axtaraq. A variantı tall. Tall nə deməkdir? Hündür, yekə mənasında. Small nə deməkdir? Kiçik, balaca. Deməli, bizə lazım olan budur. Yenə də C variantımızın da bir tərcüməsinə baxaq. Long isə uzun deməkdir uşaqlar. Ona görə də bizim cavabımız olacaq small. Böyüyün əksi olacaq kiçik, small. Sınağımız bu qədər idi. Yenə də nəysə başa düşməsəniz, mənə yazın. Daha da anlaşıqlı şəkildə başa salım.